Salam, hər vaxtınız xeyir olsun. Bu gün futbol təxminlərimi qeyd edəcəm. Birinci oyunumuz Newcastle-la Crystal Palace oynayır. SK 1500 istəyənlər sığortalı 1x 1500 seçimində dəyərləndirə bilərlər. 1.40 əmsalı var. Real Madrid Betis SK-nın 1.500-dür. Fulham Liverpool toplam qollar 2.500. İstəyənlər sığortalı 200 seçimində dəyərləndirə bilərlər. Manchester City Chelsea qol-qol əsas seçim olacaq. İkinci seçimdə məncə Manchester City bu oyunu uduzmaz, qələbəsi. Real Sociedad Atletico Madridin qələbəsi. Fiorentina Cremonese hər iki komanda qol vurar, bəli. Inter Bologna, Inter qələbə. PSG Paris, PSG-nin qələbəsi və 2.500. İstəyənlər bir fora qələbə PSG-də qeyd edə bilərlər. Marseille Nantes, Marseille-in qələbəsi və toplam qolları 3-5-6. Brest Ayassu, SK 1-ci hissə 0.5 üst. Damaz Əl-Hilal, toplam qollar 2.5 üst. Uğurlar, bol şanslar, diqqətli seçimlər edin, kuponlarınız uğurlu olsun. Hansı oyunlar sizin fikrinizə üstün, onları kuponlarınıza qeyd edin. Əsas o ki, öz analizlərinizə üstünlük verin. Telegram kanalımda da kuponlardan yararlanmaq istəyənlər balaca hərflərlə bitişik şəkildə Liberskor 777 yazaraq Telegram kanalıma qoşula bilərsiniz. Şəxsi kuponlardan yararlanmaq üçün isə bioda əlaqə nömrəsinə yaza bilərsiniz. Bir daha uğurlar, bol şanslar armiyyə.